Məncə bu vaxta qədər hazırladığınız bütün sadə biskvitlərin reseptini unudun. Şəxsən mən özüm elə sadə biskviti alındıra bilməyənlərdənəm. Bunun üstündə neçə yüz yumurtanı çöpə atdım, bir mən bilirəm, bir də mətbəxim. Professional bir usta öz şirniyyat evində hazırladığı bu biskviti mənimlə də paylaşdı. Mən də sevə-sevə sizinlə paylaşıram. Lazım olacaq bütün ərzaqları videonun yorum bölməsinə qeyd edirəm. Biskviti hazırlayacağınız qaba bütün ərzaqları əlavə edirik və mikserdə təxmini 5-6 dəqiqə qarışdırırıq. Xəmiri formaya əlavə edirik. Xəmirin formadan axmaması üçün belə bir üsuldan istifadə etdim. Bu biskvit 160 dərəcədə təxmini 1 saata qədər bişir. Və mütləq nəzarət edin, sobadan sobaya fərqi var. Biskvit hazır olub biraz soyuduqdan sonra kənarlardan belə ayırıram. Məncə çox əla alındı. Və əgər kakaolu biskvit hazırlamaq istəsəniz, 3 qaşıq unu 3 qaşıq kakao ilə əvəz edin. Şəxsən mən bu biskviti like etdim. Sağ olun, hələlik.